Salam değerli izleyiciler, her birinizin sabahınız xeyir, her birinizi hoş gördük. Azerbaycanımızı bütün gurbette yaşayan kardeşlerim salam. Bugün 16'da 17'si, 16 May 2025. Balası da bak, yeke tane çalır. Bu neçənci qarındı? 4. Balası neçə aylıqdı bunu? Babası 5 aylık. Yerindən hörünü almış olar. 3 aylık. 3 aydır. Sütü nə qədər? 3 mamadan 9. Qiyməti? Qiymət 3 milyon. Qiyməti 3 milyon. Allah xeyirli bazar versin. Değerli izleyicilerimiz, bizim uzarda kəskili heyvanlarımız var. Balalı anguslarımız var. Buzoylarımız var. Hamısını paylaşacağız. Bazar olsun. Özü de çek. Balası budur. Erkek. Erkek. Bunun balası ne sayılıqdır? Bala yarım ay tezat değil. Ay. Heyvan cavan heyvandır. Ha 3. qarın. 3. Sütü nə qədərdir ata? Südü bu dəqiqə 11-12 litr düşməməli. 11, 12. Gələnə kəndi. Nereden onun gələnə kəndi. Qiyməti nədir? Özü də 38-ə deyirəm. Qiyməti 38'e deyirsən. Yox, atamın malıdır, atamın. Atamın da madəyə baxarsan. Bazarın olsun. Sağ ol. Kardeşim elə bir nəyi var, erkek balalı. Qaqa bu neçənci qarındır? Qardaş. 5. Sütü nə qədər? Sütü. 15 4'ündən, 3'ündən. Balası neçə aylıqdır bunun? Qiymət. Allah xeyirli bazar versin. Qiyməti 3 milyon. Erkekli balası var. Qəşəng saz buzoyu var. Erkek qarın da. 5. Kardeşim o böyle 2 tane heyvanı var. Kanka bu neçənci qarındı? Bu neçənci qarındı? 4. Balası erkek. 12 litre temiz. Bu neçənci qarındı? 8'den 12 litre. Göbeğine söyleyeyim. Ki balası nədir? Sütü nə qədərdir? Və onun sütü nə qədərdir? 8. Qiymətləri? 21'e bu, 26'ya da bu. Ben süte veririm. Biri o dördüncü qarıdır, bu ikinci qarı. On iki madde et var. 15 lira. Kardeşim bak belə. Ney var? Bu sarı bunun balasıdır. Erkekdir ha? Dişidir. Özü də boğazdır. Hal-hazırda. Bu neçənci qarındasan? 4. Sütü nə qədərdir? Qiyməti? 3800'e. Neçə aylıq da boğazdı yerində? 3 ay, 10 günlük. Allah xeyir versin. Bizden çəkib göstərməkdir.
Görək bugünkü videomuza nə qədər bəyənmə gələcək. Bazarın olsun. Neçənci qaldı bu heyvan? Kardeş bu dördüncü. Beşinciye de hörüm alır. Balası neçə aylık? Havası ağırdasa deyimde 5 aylık olur. 5 aylık. Sütü nə qədərdir? 6, 7 ne bileyim. 6-7 Olur. Qiyməti nədir? Kıymet 2400. aşağı değil. Aşağısı nədir bunun? 50 manat. Böyle yol prosunu keserik problem değil. Hara heyvanlı bu? Erdal önüm Mirzaxan kəndi. Allah xeyirli bazar Çok versin. sağlam. Balası da dişidir balası. Ha damazlıqdır. Allah xeyir versin. Sağ ol Allah sağ olsun. Qardaşım o belə bir nəyi var. Mal o değil. Tanışımdırsa. Mal odur. Eğer tanışımdırsa. Bunu muza oynasa gün baba. 5 günlük büyük. Sütü bulama. Süt büyük. 2 gün üstünde söyle. Nə qədərdir sütü? 13-14. Neçənci qalın? Belə 5. balasıdır. Erkek de baladır. Qiyməti nədir? Kıymeti 23. 2300. Yaxşı olur. 2300. Bunlar da yürü. Yani belə bir koydu tanışına dine. 13 tane aşağı verirse mal benim. 13 tane aşağı verirse. 23. Erkek de baladı 5 günü doğdu. 2 gün süre söylüyor. Allah xeyir versin. Sağ ol, sağ ol, sağ ol. Deməli, dəyərli izləyicilərimiz, bax belə camış potaları var hal-hazırda. Arkadaşlar. Var nömrəm səndə? 50 571 71 57 Bir dənə bu zıfır koçusu mu? Ben müdürümü de çek. Kimi? 50-55'li nömrə. Camış bax potalar üçün 50-55. Bunların qiymətini denən. Bunlar kardeş bak biri 970'den verir. 970 ilə. Bunlar nə qədər vaxtı saxlayırsan? Bunlar biri çoban gifti kardeş bir 3 ay keçir. Almışıq. Allah xeyir versin. Çoban giftiyi də saxlaya bilmirik. İstəyəcək satar. Neçə baş heyvandır burada? 30 baş. Erkəyin nə qədər, dişisi nə qədər? Erkək çox. Erkəyi çoxdur. Ünvan da Ləmbərən. Bəli. Aşağı kənd, yuxarı. Aşağı Aşağı kənd. camış verməz. Tutaq ki, bunun hamısını bir qardaş alır. Maşını zat təşkil eləmək uzaqdan gəlir. Üç var. Nələr yok. O dok- Aptekalarımız var. O 970'dən bir endirim eləyəysə, Yaqın ki 100 var olacaq. bazarla qapıda fərq olmalıdır da qiymətdə. 100 var. Nələr var. Kim alsa düzəliş verəcək. Bunlar neçə aylıqlardır? Bunlar hardasa 1 yaş, 3 aylıq, 4 aylıq. Camış ümumiyyətlə tutaq ki, bir damazlıq saxlamaq istəyir. Neçə ayın da hörünü alır. 2 yaşında. Hələ bundan sonra bir 7 ay baxılmalıdır da buna. Allah hamının ruzu bərəkətini versin. Amin. Sizlər də, bizlər də içində. Çox sağ ol. Çox erkəkdir. Gördüyünüz kimi. Allah pazarınızı versin.
Kardeşim bak belə bordağa gedən danaları var. Babam sağ yarıma verir. Gerisine vermem ama. İnan. Yere sağ ol yedi ya. Bizim mallardır, bizim. Neçədir bu 3 dənələr? 3 dənələr, neçəyə desək? 25'inin değeri aşağı verir. 2500-dən. Aşağı verir. Bunlar yarım bordaq gedir da özü. Da bu birlər neçə iləndir? Bir o oğlanındır, bilmirəm. Ben sağ yere. Yani senden gerisine Allah hakkını ben sağ yere. Gelip maniyeti, şimdi sağ ol yedi yarıma. Kimin 50 var? Kardeş kimin 50'ye değeri? Aşağı yeri var. Böyle yem yiyip bu. Ne kadar öyle? Çok iyi ya. Bunlar neçə iləndir? Valla ne bu her kıymet olur. Məsəl üçün, bak bu qırmızı. 2300'ə. Ne bu çok verirsin. Bu bağlı mıdır? Qırmızını deyir. O sıradakılar neçə iləndir? O elek önemli. Allah xeyir versin. Eşlə. Mehmet Mehmet. Bunu istemezsen mi? Tamam. Qəşəng. Allah pazarını versin. Neçə deyirsən bunu? 15'e. Pazarın olsun. Neçe verirsen onu? 15'e değil. Bak o birinci dananı neçə deyirsən? Benim de. Şöyle de birinci tane kimin diyor? Ne versem? Neçə deyirsən onu? 15 değil. Evet falan bunu ne seviyorsun? 14.70. 14'e para. Gelirler. Senden fark etmez. Kabulacı senin. Allah xeyirli bazar versin. Bazar olsun. Bunların sorsun adı qaqa. Yüzüm o. Qiymətlər neçə iləndir? Son 14 yarım. 14 yarımdan. Ümumiyyətlə alıcılıq nətərdir? Normal. Yaşlı yandan hepsi. Orta. Allah hamınızın ruzu bərəkətini versin. Bunlar neçə aylıqdır? 8 aydan bir yaşında. Bunlar уже yarım bordaq gedir də, ha? Yarım bordaq. Daha yararlı. Hada yarım bordaq gedir. Bunlara indən sonra bir 5-6 ay lazım olar müalicə. 5 ay. Allah xeyirli bazar versin. Neçədən az burada? 21 lira. 21 dənə. Hardan da gətirmirsən bunu? Görən boy. Buradan görən boydakı izləyicilərimizə salam verirəm. Allah hamısının canını sağ eləsin. Allah xeyirli bazar versin. Başlandım. İçeyim. İçeyim. Hamma lazım. Ma Neçəydən bunların qiyməti? 1800'den.
Emin gel bak şu. Salam ay gözəl kişi. Bunlar neçə aylıqdır bu heyvanlar? 8 ay. Qiymətləri nədir bə? 17 yarımdan deyirik. 1750 ilə. Bunlar önce yarım bordaqdır da. Belə bir dənə ilə neçə? Bax məsəl üçün bu qaranı. 17 yaş. Gəl səni də çəkim. Görmək istəyən hara gəlsin bu heyvanlar? Canlı şahı. Buradan Gəncə şəhərindəki izləyicilərimizə də aqromu salam olsun. Bütün Azərbaycanımıza salam olsun. Allah xeyirli bazar versin. Qiymətləri də görək. 15.50 ya, 14'e, 14.50 ya. Kom üstüsə neçə ilə? 14.50. 1450 ilə. Ümumiyyətlə alıcılıq nətərdir? Normaldır. Xeyirli olsun. Kaka sandı bunlar. Selamünaleyküm. Ne var ne yok? Şükür kadın. Ne var ne yok? Ne seninle de kıymette? 14 yarımdan 1450 ile. Ben de bir şey elemedim. Sen de bir mal satabilmedim. Her kadar 8'de satabildim. İnşallah gider. Sen araba değil. Allah pazar versin. Neçəynəndir qardaş qiymət? 1470 lira. Hey! Bizim de kardeş ama oğlum. Bizim de. Selamünaleyküm. Kardeş bunların kıymetleri. Kıymetler 14 milyon kardeş. 1420 lira. Pazarda bu hafta maşallah olsun. Heyvan var.
Videomuzu burada da yekunlaştırdık güzel kardeşler. YouTube kanallarımıza abone olup like vermeyi unutmayın. Salam değerli izleyiciler, her birinizin, her vaktiniz xeyir, her birinizi hoş geldiniz. Adı bir kanallar yürütüyelim. Hamısı ot yiyenler. Arkamdan çok olsun. Moralde 571 bu. Sakın. Yığdıranda da o fatında yığdı genel seçmişler. Volka yedi. Adam değil mi? Terminalsiz şimdi söylüyor. Ayo memari. Salam değerli izleyiciler, her birinizin akşamınız xeyir, her birinizi hoş gördük. Bugün 13 May'dı da həmin. 13 May 2025-ci. Ucarda bax belə kəsimə gedən danalarımız var. Maşallah olsun. Diri çəkisi 600, 550. Yani kardeş, hal-hazırda heyvanlarımız ucardadır. Hamısını çəkəcəm, baxasınız. Güzel kardeşler. Hal-hazırda tam etrafını çəkəcəm. Buyurun baxın, həqiqətən gözəldir. Heyvanlarımız ucardadır, gözəl qardaşlar. Süperdir hamısı. Partlama kök. İçində yetişməyənlər var, yəni onların hələ satışı yoxdur. 34 baş, bax belə kəsimə gedən Gelford belqaloflarımız var. Hal-hazırda. Ucardadır. Əlaqə nömrəsi 050 571 71 57 ilə əlaqə saxlayın birbaşa. Göstərəcəm hamısını sizlərə. Bax bu gördüyünüz qardaş da əziyyətini çəkən qardaşdır. Allah canını sağ eləsin hər birini. Bunlar paşducu 8 ayda yeyirlər. 8-9 ay. Hamısı partlama köktülər. Hamısını göstərəcəm sizlər üçün. Baxasınız. Maşallah olsun. Ne 30 neçə baş idi? 34 başdı. Hamısı qəşəng. Hükəlif, gözəl. 34 baş heyvandır. O yüzdə də var, göstərəcəm onları da. Əlaqə nömrəsi. WhatsApp nömrəsi 050 571 71 57. Gözəl qardaşlar. Qapanla ajqarına 7 manat 20 qəpik. Diri çəkisi. Ajqarına elə bir 7 manat 20 qəpik diri çəkisi. Hal-hazırda hamısı da partlama faiz verən heyvanlardır.
Yəni bunu kəsən adam bilir ki, bu heyvanlar hamısı faiz verir. Qəşənglə kökəliblər. 34 baş heyvandır. Hamısı faizli heyvanlardır, gözəl qardaşlar. Bizlə əlaqə saxlayırsınız birbaşa. Hamısı Qazaxıstandan gələn heyvanlardır, gözəl qardaşlar. Bax, bu gördüyünüz heyvanlar. Baxa bilərsiniz, 8 aydır yeyir içəridə. Bu yüzden bunun nesəsi var. Bax. Baxın gözəl qardaşlar. Hamısı faiz veren. Bakın. 34 baş heyvandır. Diri çəkisi 550, 600, 650 faizli heyvanlardır. Heyvanlarımız uzardadır. Uzarın 4 yolunda. Bax, əlaqə saxlayın gözəl qardaşlar. Birbaşa mən nömrəsini verəcəm Ağsaqqalın. Düz asfaltın paşlı yolun qırağındadır ferma. ...34 baş heyvanlı cəmi. Salam değerli izleyiciler, her birinizin akşamınız xeyir, her birinizi hoş gördük. Biz bu günləri Bərdər rayonunun deməli Şirvanlı kəndində bax belə 120 baş angusumuz var. 15'i doğub, 30'u da vota-votalı. Bax bu indi doğulub. Bax angus. Hamısı birinci qarına. Bax anguslardır. Göstərəcəm. Hamısına baxarsınız. Deməli gözəl qardaşlar, əlaqə nömrə sayfada var, deyəcəm. Heyvanların hamısını göstərəcəm. Bax bunlardakı, yəni 15'i bax 5 aylıqdır. Anguslardır hamısı. Gördüyünüz kimi. Bax bunlar indi doğub. Bax bir dəqiqə doğubdur. 30'u da doğasıdır. Qalandakı hamısı hörün alıb boğazdır. Bunlarda 2 tane 3 tane de 4 aylık. Bunlar 4 aylıqlardır. O biri balalar hardadır? Hamısını göstərəcəm sizə. Bax hamısı demək olar ki 30% yerinlənmiş var içində. Hörün təzə almış. Gəlirlər. O Deməli dəyərli izləyicilərimiz, 120 baş hamısı angustur. 15 dənəsi, 15 dənəsi. Deməli balalıdır, doğubdur hal-hazırda.
30 dənəsi də elə böyünə, səhərə yanıb. Gündə də ki doğur. Doğanı da göstərdik. Bax indi yerinləmişləri də göstərəcəm. Yeri zayıf bala. Hal-hazırda gördüyünüz kimi. Hamısı angustur. %20 başdır. Deməli, qiymətləri belədir. Qoy mən sizə qiymətlərin südləri, qəşəng südləri. Bax, yeni doğulub. Bax, yeni doğulub. Gördüyünüz kimi, o birilərin də balalarını da göstərəcəm sizə. Bax. Südləri hardasa 10 litr civarında. Bax belə. Bunlar südlük parodiyalardır. Birinci qarnadır. Balalar 4500'dan çəki ilə də ala bilərsiniz. Belə üstə də ala bilərsiniz. Köm də ala bilərsiniz. 120 baş anguslardır hamısı. Deməli gözəl qardaşlar, gözəl insanlar. Hal-hazırda 120 başdır. 30 dənəsi. Vota dolanlar, yerinin açanlara baxın. Bax. Bugünün səhərə. Doğanlar var. Baxın. İlkinə. Hamısı da boğazdır. Gördüyünüz kimi. Baxın. İçində erkək də var. Bax erkəkdir. Maşallah olsun. Angustur. Əlaqə nömrəsi 050 571 71 57. Əlaqə saxlayırsınız. Buranın konumunu atırıq. Kim istəyir, gəlib baxıb ala bilər. Gözəl qardaşlar, gözəl insanlar. Hal-hazırda gördüyünüz kimi. Buyurun baxın. 120 baş angustur. Bax, bu da 5 aylıq balasıdır. Bax. İndi o biri balalarını da göstərəcək. 15 dənə balanı. Bu da balasıdır, 5 aylıq. Yerinləyənləri də ki, çəkirik. Yəni. Birbaşa əlaqə saxlayın. Ağır boğaza baxın. Boğazdır, boğaz. Ağır. Bak öğrün alıptı. Bak. Hamısı. Yəni burada subay mal yoxdur. Gözəl. Bax. 5 aylıq, 6 aylıq boğazdılar. Bax erkəkdir, baxın. Baxın erkək. Yəni kim alsa o erkəkli hamısını qardaş şəxsən Allah şahiddir ki bunu alıb aparıb tökəsən Kəlbəcərə yavaçını nəticəsini alarsan. Bu. Bu da yeni doğulandı. Hər gün də doğur. İndi göstərəcəm o biri balaları hamısını. Yəni qardaş ehtiyacı var deyin satır hamısını. Bunu öz üçün almışmış. Bunlar hamısı birinci qarnadır da. Hamısı ilkinə. 120 baş heyvandır. İçində bir dənə, bir-iki dənə də simental var. İçində bir dənə gersi var. Çox süddü. Bunlar çox südləri yağlı heyvandır. Yəni bunu Asəf həkim var Bərdədə, cərrahdır. Yəni kim istəsə onun qapısında da var. Çox. Bunlar həm ətli, həm südlük. Südləri hardasa 10 litr civarındadır. Hamısı da cavanın birinci qarına düyələr, anguslar. Buyurun baxın.
İndi gedirəm balalarını da çəkəcəm, baxarsınız. Səhər inşallah Bərdə mal bazarının videosunda da olacaq bu videomuzun geniş şəkildə. Bax. Hamısı birinci qarma. Gözəllik həqiqətən də gözəldir. Değerli izleyicilerimiz, bak bunlar da hamısı balalardır. Bakın. Bak bunlar təzə doğulanlar. 15'i doğub gözəl qardaşlar. 30'u da doğasıdır. Elə günə hər gün biri, ikisi, üçü doğur. Bak biri de orada doğub balası böyründədir. Belə qardaş, yəni ayaqüstə də ala bilərsiniz. Qapandan da ala bilər. Kimə nə cür sərf edir, o formu ala bilər. Buranın indi konumunu atacağım ki, birbaşa əlaqə saxlayın, atacağım sizə. 120 baş. Bak. Bak indi doğubdu, bak o. Bunlar da ki 15 tane balalar doğanlar. Xeyirli bərəkətli olsun. Bu balalar neçə günlükdür? Hem 10 günlük de var, 8 günlük de var. 10 günlük, 8 günlük. 12 günlük de var. Südləri də ki gözəl. Videomuzu yekunlaşdırırıq. Konumda atacağım birbaşa istəyən qardaşlara. Deyəsən çox erkəkdir. Erkeği de var, çiftçi de var. Allah bərəkət versin. Gör nə gözəldilər. Bunlar körpər var, balacar var. Yəni Angus heyvanları. Salam değerli izleyiciler, her birinizin, her vaxtınız xeyir, her birinizi xoş gördük. Bu günləri Ucar rayonunun nə kəndi? Gənaybəri kəndində bax belə camışlar, camış butaları. Opşum neçə başdı burada mallı zaddır? 45 tane camış malıdır. İrili xırdalı. 21 başda inək malıdır. Kom şəkildə satılır, gözəl qardaşlar. Bax, hal-hazırda bu camışlardan yəqin ki sağlamları var. Sağlam da var, yetirən də var. Qardaş bunun hamısını kom şəkildə satır, təcili satılır. Deməli gözəl qardaşlar. Kom şəkildə. Bunu elə bir camışı ayrı, inəyi ayrı satmaq olar. Hamısını kom şəkildə. Ferma öz fermasının malıdır. Yəni qardaş hamısını kom satır. Kom belə gözəl qardaşlar 100.000 manat deyilir. Camışlı, mallı. Hal-hazırda gördüğünüz camış burada yəni qapıda da var. Yəni buradakiler camışlardır. Çölə çıxan bunlardır, qapılar xırdaları da var. Keçən ilki balalar erkek danalar. Erkek dana neçədən olar? 2 dənədir. Bunların bu inəklərin sağlanı var. Nə qədər süd verir o sağlamlar? 4-5 litr süd verir. Deməli gözəl qardaşlarımız. Hal-hazırda bu camışların ən qocası neçənci qarındır? Neçənci qarına qədər? Ən uzağı 6-7 qarın doğanlardır. Bunu 100.000 manata deyirsən də kom şəkildə. Yəni onsuz bunu alanla satanın arasında bir razılaşma olur. Gözəl qardaşlar. Alan gəlsin, razılaşarıq. Hal-hazırda 60 baş dedim. 66 başlı irili xırdalı. 100.000 manata deyilir. Yəni aşağı yuxarısı var. Camışların ən çox süd verən nə qədərdir?
Burada 8 litr süd verənin var da həmi. Var. O görürsən o dalda kitənlər. Aha 2 dənələr, hə. O kitənlərdir. Aha. O neçə litr süd verir o 2 dənələr? Aşağısı 7. 6-7 verir. 6-7 litr. Boğa. Mayın axırında doğacaq. Yəni burada mən yəni alım yox. Hamısı südlü mallardır. Əlaqə nömrəni denən mənim qardaşım. Elə qoy izləyicilər WhatsApp nömrəni, yəni işləyən nömrəni. Buradan vurğulayaq. 050 050 bəli. 546 546 01 0188 bəli bu şimdi. WhatsApp'ı var onun. WhatsApp 070 WhatsApp 070 nədir? 070 919 919 37 34. 37 34. Yəni var. Yəni istəyən qardaş gəlsin, qardaşın öz fermasının heyvanlarıdır. Südlü qəşəng camışlardır. Yəni kim alsa 20 dənə mal heyvanlı, inək heyvanı. 21 dənə. 66 başlı. Qalanlar camış heyvanıdır. Qabaqdan da çəkəcəm baxın. Bax bula inəklərdən də var burada. Arkada da var inəklərdən. Hal-hazırda. Yəni səfərləmə heyvanlar yayılıbdır. Otlayırlar deyin, gör nə gözəl yerdir. Sahədə bax belə otlayır heyvanlar. Heyvanlar da ki 4-5 litr. O erkek bala dedi, erkek dana dediğin neçə aylıqdır? Yaşdan yuxarı olan da var, 7 aylıq da var. İnəklər hamısı balalıdır. 6'sı balalı, 2'si boğaz. Qalanı bə? Subaydı. Erkek dana da var. Yəni zorla dişi danalar da var da qarış quruş yəni. Opşi sayı 21 dənə. Opşi sayı 21 dənədir. Buzoylu zadlı 21. 50 xırdalı. Yerli xırdalı 21 dənədir. 45 dənə camış malıdır. Camışın içində neçə dənəsi bax bugünkü günü sağlandı. 12 dənə sağır. 12 dənəsi sağılır. İkisi nağda getirib, o birilər də mayın axı qoyur. İkisi üçün getirib, o birilər də mayın axırı doğacaq. Bəli, sırağında biri doğur. Sırağa gündə biri doğub. Doğuş başlayıb. Bir də bir sual verəcəm. Bu camışların neçəsi ana camışdır? Opşi saymaq. Deyək, belə bilmirəm, amma deyək saymaq lazımdır. 20-dən yuxarıdır. 20'den yuxarı ana camışdır da. 20'den yuxarı. Bu da kəldir. Çaldı bu. Neçə aylıqdır bu? Bir yaş var. Yaşdan keçir. Yaşdan keçir. Toxumluq. Tumluqdur ha. Axmıram ki, mallar var. Elə bir dənə budur tumluq içində erkək. 2 dənə hediyə olmuşsa satdım, o dayanmır. O birisini satdığınız dayanmır. Bunların südü necə? Ama özü bir ay yarımlıq falan. Bu gördüğüm bir camış. Ay yarımdı doğub ha. Aha. Südü qardı. Camışın kəsəs gördü də görməsə. Bizdə də şərait yoxdur. Burada camış Bir də qardaşım, bunu satmaqda yəqin ki fikrin ciddidir da yəqin. Əlbəttə, düzgün olmadı deməli. Bunu satmaqda məqsəd. Baxın bu- Reaksiya olur ki, vanın axırımız yoxdur. Özüm 3 ildir bunlar özüm güdürəm. Bu çöldə. 3 ildir özün güdürsən. 3 ildir özüm güdürəm. Güdən yoxdur. Sonra sağan da yoxdur. Sağlığa tapılır. Mən təkəm çatdıra bilmirəm. Tək adın sət çıxmaz. Yəni bunun altına da özüm baxıram. Otuna da özüm baxıram. İndi mən ot alınmalı, deyib sahələrə gəzməliyəm. Bunları qop bilib gedə bilmirəm. Bir nəfər lazımdır ki bunlara baxa. Bəli, kömək lazım yox. Bəli qardaş. Mən də yoruluram da, çox yoruluram. Özüm də yoruluram. Saxlayacağım, yəni bunların sizin 3 dənəsi saxlayacağım özümə, qalanı qoyacağım. 3 dənəsini saxlayarsan. İndi bəlkə indi alan adam dedi ki mən hamısını alıram qardaş. Heç. Yox, mən dediyim sayda 4 3 dənə. 66-dan əlavə o 3 dənə. Sən 66-dan əlavə 3 dənə Mən on satdıq olan malım olmalı 72 başlı. Onun 6'sını saxlayıram anamalı özümə. 72 başlı 6'sını saxlayırsan özünə. 3 ana 3 mal özümə saxlayıram. 66'sını satıram. Ha, nə gözəl. Biz özümüz yavuş əvəzləri, həm də ki camışın ağacını xoş deyirik. Onun dərdindən bir saxlayırıq o malları. Yoxsa ki
Bu zaman canlı şakamak çəkilmir. Şərait. Vurmağı zalı necə buna? Hamısı maşallah heyvanlar. Baba geldim bunu, baba gördüm ki. Bu yıl nə qədər vaxt avcı? Adeta bir ay çəkdim. Mayın 15-də doğmalılar. Onun özü də o boğazdı. Benim də o da. Mənim bir qonşum Mayın axırı o gəlmiş doğmalılar. de o ha. Yəni çoxsu mayın axırı, mayda bunlar doğub tutacaqlar, keçən olacaqlar. Bunu elə bir ki, yəni belə tək-tək yəni satmırsan da. Pulu dağılacaq. Kom satmaqda fikrin oldu ki, yəni kom satasan, bəli. Neçə ildə artırıb, bəhrində görəsən. Allah ruzi bərəkətinizi versin. Gözəl qardaşlar. Vallahi yəni dosta qardaşa veriləsi heyvandır. Qardaş özü də. Yəni alver, nə bilim bu, yox. Yəni birbaşa öz malıdır qardaşın. Çeşmə hamısı dənə və dənə qardaşın öz təsərrüfatıdır. Yəni bunun içində çıxdaş olan bütün nə varsa hamısını yəni yoxa çıxardıb qardaş. Yəni gəlin, baxın, deyirik 66 başlı inəkli zaddır. 45'i camış heyvanıdır, 21'i inek heyvanıdır. 100.000 manata deyilir, indi aşağı yuxarısı olar, qardaşlar danışın. Südləri də ki, nə bilim, yəqin ki, neçə litrdən başlayır? Yox. Gördüyünüz yerdə otururlar, aşağı 4-5 süt verirlər, amma qapıda otlarım verirəm. Yem verirəm, yalan verirəm. Yem versən nə qədər? Yem verirəm, vaxtında yaxşı süt verirəm, çatdırıb verə bilmirəm. Bütün gün çöldə olan. Qapısına gelib başlarını bağlayıb. Əlaqə nömrəsi 050 qardaşım, bir daha vuruyuram. 050 Ha, 546 546 0188 və 070 WhatsApp nömrəsi. 919 37 34. Buyurub baxa bilərsiniz. Ucar rayonunun Gəraybəyli kəndi. Aynı nəsə əlavə eləmədiyin sual varsa, yəni edə bilərsən. Xeyirli uğurlu olsun. Allah xeyirli bazar versin. Bax, gözəl qardaş. Bax. Düyələr də bax, bağlayıbdır ki, bunlar bordağa. Bunlar erkəkdir. Həmən o 66 başın içində. İndi o biri xötəklərini də çəkəcəyik, baxasınız. Bax ki, bunlar borda kim bağlayıb ki? Təzə bağlayıb. Bu da erkəkdir biri. O biri erkək də budur, hə? Bax, bu da erkəkdir. Burada deməli neçə baş var? 6 baş. Gözəl. Hamısı onun içindədir. Bax, bunlar sağlamların balasıdır, bax. Gözəl insanlar. Bax, bunlar sağlamlar, o çöldə olan sağlamların balasıdır. Sahədə çəkdiyimizdir. Burada neçədən nədir? 11 dənədir. Cəmisi 66 baş heyvandır. Buradan başqa bir yerdə var. Çöldə var, o illər çöldə. İlləri çöldədir. Onları da göstərəcəyik. Burası budur, hə? Biri burada. Sırağa gül olan. Ne gözəl. Erkəkdir? Dişidir. Bu da erkəkdir.
Bu neçə günlükdür? Bir aylıq. Gözəl. Deməli gözəl qardaşlar, bunlar da keçənçiliyi qurulanlar. Bax o hamısı o gəlmiş heyvan analarının yanında olan çəkmişdik sahədə. Bax. Onların yəni balaları keçən ilki. Bu ilkiləri də çəkmişik. Opşum qardaş 66 baş heyvandır. 21 dənəsi maldır. İnək malı. 45 dənəsi camış malıdır. Allah xeyir versin. Belə də 100.000 manata deyilir. Opşum razılaşma yeri var. Allah xeyir versin. Çox. Qardaş, nəsə əlavə sualın varsa buyur. Allah xeyirli bazar versin. Əlaqə nömrəsi də ki orada var. Salam dəyərli izləyicilər. Hər birinizin hər vaxtınız xeyir, hər birinizi xoş gördük. Ümumi Azərbaycanımızı, bütün qürbətdə yaşayan qardaşları salamlayırıq. Gördüyünüz kimi biz bu günləri Qəhrəman Tərtərdə, bax belə, Boğurdaqda camış kəlçələri var. Ay maşallah olsun. Həqiqətən də doğrudan da gözəldir, gözəl qardaşlar. Qapanla satılır. Bax gördüyünüz hamısı camış kəlçələridir. Deməli gözəl qardaşlar. Hal-hazırda 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 15, 16 dənə. Qapanla verilir qardaş. 6 manatdan. Dili çəkisi. Kesirik indi qabaq tərəfdən də çəkək. Qardaşın əlaqə nömrəsini qeyd edirik birbaşa. Qardaşla birbaşa əlaqə saxlayırsınız. Gözəl qardaşlar. Baxın. Hamısındakı partlama kök. Deməli qardaşın nömrəsi 050 665 62 66. 16 dənədir gördüyünüz kimi. Hamısı da partlama kök. Qapanla 6 manata. Həmən nömrənin WhatsApp-ı da var. Qardaşla birbaşa əlaqə saxlayırsınız. Gəlirsiniz, baxırsınız və kom şəkildə də satılır. 16 baş heyvandır. Keçirik qabaq tərəfindən çəkəcək. Baxın. Gözəl qardaşlar. Ünvanımız Qəhrəman Tərtərdə. Bu günləri qardaşın heyvanları, bax burada hamısı göz qabağında. Heyvanlar hamısı balıq kimi, qəşəng partlama, kök. Allah alana da, satana da xeyir versin. Sabah inşallah bunu Bərdə mal bazarının videosunda da verəcəyik. Baxarsınız. Bölüm 1-i may. ...16 baş heyvandır. Hal-hazırda Qəhrəman Tərtər. Hamısı da partlama köktür. Kardeş bu videonu bize atmıştı. Bu videoda danışmamıştı. Güzel kardeşler.
Hamısı bax erkəkdir, erkəkli dişilidir. 16 baş heyvandır. Biz orada nömrəni də dedik, qardaşın nömrəsini. Mənim gözəl qardaşlarım. Deməli 050 665 62 62 66 qardaşın əlaqə nömrəsidir. Birbaşa zəng edirsiniz gözəl qardaşlar. Ünvanımız Qəhrəman Tərtərdə. Eşq olsun xalqıma, millətimə. Allah xalqıma, millətimi qorusun. İnşallah da gözəl videolar sizlər üçün gələcək. Vay karşı ne tersen? Sağ ol, başına dönüm. Sən nə tərsən? Tamam hadi. Bana çörek var. Ne var anlatır ediyor. Allah hamınızın çörəyini versin. İndi burada da çörək var. İndi bax gör bu çörəyə. Kameranı aç, kameranı.